əslində baş verənlər təbii ki, qeyd elədiyimiz kimi Rusiyanın əvvəldən planlaşdırdığı ssenari idi. Yəni daxildə hakimiyyət üzərinə təzyiqin daha çox formalaşdırılması, təzyiqin artırılması. Kiçik elementlərdə hələ baş verənlər, yəni biz bilirik balıq sənayesçilərinin etirazları olur, digər istiqamətlərdə etirazlar olur. Çünki bunlar ənənəvi marşrutları Rusiya bazarı idi və bu günləri o bazar üzlərinə hansısa formada bağlanıbsa, təbii ki, bunlarda müəyyən narazılıq ortaya çıxacaq. Amma bu narazılıqların indiki mərhələdə belə deyək, böyük ölçüdə Paşinyanın öz siyasətini dəyişməsinə səbəb olacağı qənaətində deyiləm açığı. Çünki bir sıra istiqamətlərdə belə deyək, problemlər ortaya çıxsa da, böyük əhalinin vəziyyətinə böyük ölçüdə təsir eləmir. Çünki qeyd etdiyimiz kimi Avropanın müvafiq institutları tərəfindən maliyyə vəsaitlərinin davamlı şəkildə ötürülməsi faktiki olaraq təmin olunur ki, bu da vəziyyəti belə deyək, nəzarət altında saxlamağa imkan verir. Bunun nə vaxta qədər baş verəcəyi, yəni nə vaxta qədər Ermənistanın bu təzyiqə dözməyi məsələsi də ortada. Düşünürəm ki, dözə biləcək əslində bu təzyiqlərə, Rusiyanın təzyiqlərinə. Çünki bilirsiniz, bir prosesi başlayırsansa, onun həmişə ikinci başını da fikirləşməlisən. Bu günlər sən Ermənistan daxilində biznes, orta sahibkarları və s. təsir eləyə biləcək qadağaları tətbiq edirsənsə Rusiya olaraq, bunların hakimiyyətə qarşı qalxması baş verə bilər, narazılıqları ifadə etməsi baş verə bilər. Amma uzaq perspektivdə bunların narazı qalacağı yer sən olasın. Çünki bazarı bunların üzünə Paşinyan bağlamır. Bazarı bunların üzünə sən bağlayırsan, faktiki olaraq. Və bunların o narazı bu günləri kütlənin Rusiyaya qarşı daha böyük həcmdə aqressivləşmə imkanları da var. Yəni bunu da həm Rusiya tərəfi nəzərə almalıdır, həm də elə Paşinyan hakimiyyəti də bunu kifayət qədər yaxşı bilir. Bizim üçün bu belə deyək, nədir? Bizim üçün bu yaxşı vəziyyətdir. Rusiya ilə Ermənistan arasında qarşıdurma nə qədər çox böyüyərsə, Rusiya Ermənistana qarşı bir sıra istiqamətlərdə nə qədər çox sanksiyalar tətbiq eləyərsə, Avropanın indiki mərhələdə Rusiyanın yerini doldurmaq imkanları yoxdur Ermənistan arasında. Ermənistanın Avropa ilə sərhəddi yoxdur ki, deyim ki, alternativi ortaya çıxacaq. Bu günləri o alternativi formalaşdıra biləcək tərəf enerji sektorunda Azərbaycandır. Rusiya qazından, Rusiya neftindən, Rusiya yanacağından. Alternativ olaraq. Bizik. Qida, bazar məsələsində isə Türkiyə.